Əbədi nura eşq olsun. Amin. Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hər birinizi xoş gördük. Var olasınız əzizlərim. Növbəti söhbətimizə başlayıram. Əvvəlcə hörmətli İradə xanım Məmmədovanı salamlayıram Allah eşqi ilə və göz aydınlığı verirəm ki, gözünüz aydın olsun. Arzu edirəm ki, elə səfər də haqq yolunun əsl yolcusu olsun. Və inşallah ümidvaram ki, belə də olacaq. Suallar hazırlamışam adəti üzrə. Onları nəzərinizə çatdırın. İlk sualım Ruslanadır və Ruslanı da ad günü münasibəti ilə bir daha təbrik edirəm. Ona Allahdan nur diləyirəm. Və düşünürəm ki, Ruslan həyat məktəbinin bir üzvü kimi özünü doğruldacaq. Ümidvaram ki, sualları cavabsız qoymayacaq və bacardığı qədər də həyat fəlsəfəsindən bilik alacaq. Sual belədir, Ruslan bala. Hər kəs əkdiyi toxumun bəhrəsini görər. Bu barədə fikrini yazarsan. Bu, Nur Nizaminin sözüdür. Allah razı olsun. Etibar bəy də bunu şərhində bizlər üçün ünvanlamışdı. Onlardan, o kəlamlardan biridir. Əziz balamız Əli bala, sualım belədir. Söz yerində deyilməzsə, hikmət susar. Ümid bala, sualım belədir. Zülm ilə ucalan saray öz ağırlığından çökər. Aysu balam, deyilir ki, dövlət qılıncla deyil, ədalətlə qorunar. Ruhu şad olsun, Nur Nizaminin kəlamlarıdır. Aylin qızım, aylin balam, düzlük ən möhkəm qaladır. Deyub bala, sual belədir. Səbir daşdan da möhkəmdir. Sadiq bala, əxlaq öyrənmək xoşbəxt olmaq üçün deyil, ona layiq olmaq üçündür. Bir də oxuyuram. Əxlaq öyrənmək xoşbəxt olmaq üçün deyil, ona layiq olmaq üçündür. Yəni, xoşbəxtliyə layiq olmaq üçündür. Bu kəlamı Əsrar xanım sağ olsun şərhində göndərib, Kantdan gətirilən statdır. Daha doğrusu iqtibasdır. İndi ümumi sual verirəm. Adət üzrə bilirsiniz, gənclərdən yaşca böyük olanlar üçün. Heyrə xanımın göndərdiyi kəlamdır. Şeyx Şəms Təbrizidəndir. Birinci sual belədir. Hər şey insana fəda olur. İnsan isə özünə. Bu, dərin mənadır və xahiş edirəm, həyat fəlsəfəsi ilə əlaqəlidir. Ona öz fikrinizi bildirin. Bir də təkrar oxuyuram. Hər şey insana fəda olur. İnsan isə özünə. İkinci sual belədir. Nədir eşq? Bir şama od olmaqmı? Yoxsa yanan oda toxunmaqmı?
Bu da fəlsəfidir. Dərin məna daşıyır ki, eşq nə olandır? Bir şama od olmaqdırmı və yaxud da ki, yanan oda toxunmaqdırmı bu? Üçüncü sual. Bu da fəlsəfidir və dərin mənalıdır. Həyatım alt-üst olar, düzənim pozular deyə narahat olma. Hardan bilirsən həyatın altının üstündən daha yaxşı olmayacağını? Bir də oxuyuram. Yəni belə fikirləşirsən də, həyatım alt-üst olar, düzənim pozular deyə narahat olma. Hardan bilirsən həyatın altının üstündən daha yaxşı olmayacağını? Buyurun, bunlara cavab yazın, xahiş edirəm və Heyrə xanıma da təşəkkürümü bildirirəm. Və eləcə də Əsrar xanıma, o cümlədən də mənim əziz oğlum Etibar bəyə. İndi isə o fəlsəfi fikirlər ki var, poetik tərzdə, ondan bir neçə misra və yaxud da cümlə oxuyum, qulaq asın, görək burada nə deyilir. Mən səthi izah verirəm. Siz də bu haqda düşünün. Davamı belədir. Haqqa gedənlər haqdan nur alar. Nurdan nurlananlar xoşbəxt olarlar. Xoşbəxt olanlar yolçu olurlar. Yolçu olanlar yüksüz olurlar. Yəni, haqqa gedənlər haqdan nur alar. Bəli, haqq yolunda olanlar təmiz, saf əməlləri ilə, sağlam düşüncələri ilə, mənəviyyatları ilə haqdan daim nur alırlar. Bu, Allahın razılığıdır və Allahın düşüncələrindən, biliyindən bir paydır. Və belə pay alanlar da nur payı alırlar. Ancaq və ancaq o nurla da nurlanırlar. Daha dərin biliklərə sahib olurlar. Zaman zaman kamillik zirvəsinə doğru irəliləyirlər. Nurdan nurlananlar xoşbəxt olarlar. Necə ki, siz haqsevərlər bütün narahatlıqlara, çətinliklərə məhəl qoymadan, müəyyən qədər də, yəni bu sınaqlardan alnı açıq keçə-keçə ömrünüzü davam etdirirsiniz və özünüzü xoşbəxt hesab edirsiniz ki, haqq yolundasınız. Və bacardığınız qədər də haqqa xidmət göstərirsiniz. İndi özünüz düşünün, bundan daha yüksək bir həyat tərzi ilə üzləşəndə nə qədər fərəhli olacaqsınız. O aləmə fərəh dünyası deyilir. Ağıl və fərəh dünyası. Xoşbəxt olanlar yolçu olurlar. Yəni, həyat yolunun yolçularıdırlar. Haqq yolunun yolçularıdırlar, belə deyərdim. Həyat yolu müəyyən qədər də haçalanır. Haqq yolunda olanlar var, nahaq yola üz tutanlar var. Yolçu olanlar yüksüz olurlar. Niyə yüksüz olurlar? Ona görə ki, mənəvi borclarını ödəməklə yüngülləşirlər. Allaha, haqqa, ədalətə xidmətlə o yüklərdən azad olurlar. Amma həyat mərhələlərdən ibarətdir. Hər dövrün özünə münasib həyat yükü vardır. O məsuliyyət yüküdür. Mənəvi borclar yüküdür. Ona görə mənəvi borcları ödədikcə bir yüngüllük yaranır. Yüksüz olurlar. Yükləri bir-bir elə bil ki, boşaldırlar. Yüksüz olanlar yüngül olurlar. Fərəhli olurlar.
niskilsiz olurlar. Yüngül olanlar ucalırlar. Hak yolu ucalık yoludur. Xoşbəxtlik səadət yoludur. Və insan özündə bir fərəh hissi duyur, yaşayır o fərəhlə ki, o səhvlərindən uzaqlaşır artıq. Dərk edərəkdən, bilərəkdən və bilir ki, Allahın sevimlisinə çevrilir öz xidməti ilə, doğru düzgün əməlləri ilə. Ağır yüklülər ucala bilməzlər. Demək, yüngül olanlar ucalırlar. Amma indi diqqət yetirin, burada deyilir ki, ucalanlar yüklü olurlar. Bayaq oxudum ki, yüngül olurlar, yüksüz olurlar. Bəs indi deyilir ki, ucalanlar yüklü olurlar. Nədir o yük? O, daha ağır məsuliyyət yükünü daşımaqdır. Uşaq da məsuliyyət yükü daşıyır, öz yaşına uyğun olaraq. Onlar müəyyən qədər bağışlanılırlar, onlara güzəştlər gedilir ki, hələ ağlı yetkin deyil. Amma ağıllıların, ağla sahib olanların, yaşla böyük olanların məsuliyyət yükü ağır olur. Və o yüksək mərhələlərə qədəm qoyduqca bizim də həyat yükümüz ağırlaşır. Necə ki, indi biz daha çox əvvəlkinə nisbətən məsuliyyət yükü daşıyırıq. Ona görə deyilir ki, ucalanlar yüklü olurlar. Görürsünüzmü, necə sirli şəkildə verilir. Elə adama sual verirlər ki, necə olur ki, yüksüz olanlar yüngül olurlar. Və yaxud da yolçu olanlar, haqq yolunun yolçuları yüksüz olurlar. Həmən yoldur. Ucalıq yoludur, haqq yoludur. Ancaq deyilir ki, ucalanlar yüklü olurlar. Demək, o məsuliyyət yükünün daha da bir ağır tərəfi vardır ki, o yükü çəkmək özü bir şərəfdir. Biz nə qədər ki, evlad idik, yükümüz o qədər böyük deyildi. Azad o subaylıq, sultanlıqdır deyilir də. Müəyyən qədər yüngüllüklə yaşayırdıq. Amma elə ki, ailə sahibi olduq, o ailənin yükü bizim yükümüzü artırır. Biz cavabdehlik daşıyırıq. Amma şərəflidir. Bir valideyn kimi övlad böyüdürük, ərsəyə çatdırırıq, onlara istiqamət veririk. Və beləliklə də həyatın gedişatına uyğun olaraq yükümüz zaman-zaman da artır, qayğılarımız çoxalır. Yüklü olanlar borclu olurlar. Biz kimə borcluyuq? Əvvəla belə götürək, bir insan olaraq cəmiyyətə, xalqımıza, ailə üzvlərimizə və nəhayətdə Allahımıza borcluyuq. Bizdən daha çox bu borc yükünü daşıyanlar dediyim kimi aliləşənlərdir ki, yüklü olanlar borclu olurlar. Borclu olanlar hey ağlayırlar. Nəyə görə ağlayırlar? Hal-hazırda o ağlayanlar mələklərdir. Onların borc yükü bizimkindən çoxdur. Və sədaqətlə də Allaha xidmət edənlər vardır. O yoldan sapanlar da vardır. Tənəzzülə uğrayırlar, şərə şeytana çevrilirlər. Bu öz yerində söhbət gedir dərrakəlilərdən, məsuliyyətlilərdən və borcludular, ağlayırlar. Bizlərə baxıb ağlayırlar onlar. Onlar Allahımıza baxıb ağlayırlar. Niyə? Çünki həmin o bizi nəzarətdə saxlayan görünməz ali varlıqlar ki var,
varlıqlarına şükür. Onlar iki tərəfə baxıb ağlayırlar. Həm bizim bəşərin deyərdim, yaman günə qalmasına, bir çoxlarının ağılsızlığa düçar olmasına və nəticəni görərək fəlakətlərlə üzləşəcəklərinə görə ağlayırlar ki, onlar aliləri eşitmirlər ki, o yaman günlərdən qurtulsunlar, haqq yoluna üst tutsunlar. Şərin şeytanın təsirinə düşüb yamanlıq edirlər, eyni zamanda da yamana çevrilirlər. Həyat axarına öz təsirlərini göstərirlər. Bəs qüdrətli Allahımıza baxıb niyə ağlayırlar onlar? Çünki çox sevirlər Allahımızı. Onun kədərinə ağlayırlar ki, Allahımız pəjmürdədir, narahatdır. Bəxş etdiklərinin ağılsızlığına Allahımız çox narahatdır. Bəzən belə halla üzləşibsinizmi ki, evladlardan biri bir naqislik edir, valideyn pərişan olur, ana ağlayır, ata narahat olur. Onların o narahatlığına o ağıllı evladlar, canı yananlar ağlayırlar ki, və o qardaşından, bacısından narazı qalır ki, niyə atama, anama bu acıları sən yaşadırsan? Bax, mələklər də belə iki tərəfə baxıb ağlayırlar. Ağlayanlar hey nurlanırlar dərrakələri ilə, başa düşməkləri ilə, sadiqlikləri ilə. Nurlananlar ruhlanırlar. Nurlandıqca fərəhlənirlər ki, Allahımıza xidmət göstərirlər. Həm Allahımıza, həm Allahımızın sevdiklərinə, yaratdıqlarına köməklik göstərdiklərinə görə Allaha xidmətdədirlər və o cümlədən də özlərindən aşağı səviyyədə olub tənəzzülə uğrayanlara da köməkdardırlar. Ruhlananlar qayıdırlar. Onlar Allah eşqi ilə haqqa, ədalətə xidmət üçün yenidən qayıdırlar bizlərin köməyinə. Necə ki, qayıdanlar var, biz bu maddi gözümüzlə onları görmürük. Ağlın gözü ilə təsəvvür edirik və yaxud da ki, dərk edirik. Amma vaxt gələcək, bəli, onları bax bu gözlərimiz kimi belə biz başa düşürük də, elə də görəcəyik. O vaxt görəcəyik ki, ağıl baxımından onlarla tarazlıq yaratmağı bacaracağıq. Qayıdanlar boğulurlar, çox əziyyət çəkirlər. Allah eşqi ilə dözürlər bu əziyyətlərə və özlərinə şərəf verirlər ki, xidmətdədirlər. Boğulanlar oyanırlar. Oyananlar ağlayırlar. Ali səviyyədə narahatlıq var, boğulma kimi. Yəni, qayıdanlar boğulurlar. Bu aləmdə baş verən proseslərə dözə bilmirlər, amma xidmətlərindən qalmırlar. İkinci boğulanlar vardır ki, onlar oyanışlılardır. Ətrafda baş verənlərə dözmürlər. Haqq səslərini qaldırırlar, amma onlara o imkanı vermirlər. Onlara köməkdar olanlar isə alilərdir, hansı ki, onlar da deyərdim də, belə götürək, boğulanlardır, bunlar da boğulanlardır, narahat olanlardır. Oyananlar ağlayırlar. Göz yaşları ilə ağlayanlar da vardır. Qəlbən ağlayanlar da az deyil. Ki, bu nə yaşayışdır? İnsanlıq niyə bu hala düşüb? İnsanlıq getdikcə itib batır. Və bilirlər ki, bu işin bir həm acı, həm şirin bir nəticəsi vardır. Və istəyirlər ki, o acı nəticə ilə üzləşəcəklər,
başa düşsünlər, üz çevirsinlər, haqqa doğru, o şərin şeytanın caynağından qurtulsunlar. Amma çox müşküldür bu. Olduqca müşküldür. O müşkül halı başa düşüb boğulurlar məcazi mənada, sıxılırlar, ağlayırlar. Siz də bu halı yaşayırsınız müəyyən nisbətdə. Ağlayanlar arayırlar. Arayanlar anlayırlar ki, həyatın gedişatı haraya istiqamətlənib. Anlayanlar anladırlar. Başqalarına da həyatın mənasını başa salmaq istəyirlər ki, qurtulsunlar, qurtulanlardan olsunlar. Heç uzağa getməyək, öz yaxın əzizlərimiz içərisində yanılanlar var, həyata səhv baxışla nəzər yetirənlər var, hansı ki, o yanlışlıq onları Allahdan uzaq salır. Anladanlar usanırlar. Usanırlar ona görə ki, onları başa düşmürlər qeyriləri. Deməkdən cana gəlirlər. Nə qədər elə bil ki, özlərinə doğru çəkirlər, amma lazımı nəticəyə gələ bilmirlər. Usananlar utanırlar. Kimdən utanırlar? Allahımızdan. Bizlər də utanırıq. Şəxsən mən də utanıram ki, bəlkə lazımınca mən xidmət göstərə bilmirəm. Yeni elə bil ki, metodlarla axtarış edirəm ki, hansı deyimlə, söhbətlə, vasitə ilə bu insanların fikrini, nəzərini cəlb eləyim ki, qarşıdan fəlakət gəlir. Onlar isə o təkəbbürlü hissi ilə əhəmiyyət vermirlər, özlərini ağıllı hesab edərək istədikləri kimi yaşayırlar. Elə başa düşürlər ki, haqlıdırlar. Bax, ən bəlası budur ki, yanlışlıqdır bu. Yanlışlıqdan da betəri yoxdur. Yəni, bilməyən, səhv edən, səhvini düzəldər, öyrənər. Öyrənmək istəyirsə, o nail olacaqdır nəyəsə. Amma öyrənmək istəməyən, səhvini başa düşmək istəməyən, özünü haqlı bilərək səhv yolla da addımlayırlar gələcəyə doğru. Özünüz də şahidisiniz, gedişatı görürsünüz. Utananlar ucalırlar. Ucalanlar isə göydədirlər. Göydəkilər köməkçidirlər. Utananlar niyə ucalırlar? Çünki özləri doğru olan nə varsa ona meyllənirlər, meyilli olurlar və beləcə də o pislərə baxıb o pislərdən uzaqlaşırlar. Eyni zamanda da öz səhvlərinə görə utanırlar. Ucalanlar göydədirlər. Göy deyəndə səmanı başa düşməyək. Ucalıqdadırlar. Onlar ucalırlar. Utananlar, özlərinə nəzarət edənlər, səhvlərini axtarıb, arayıb, tapıb düzəldənlər ucalıqdadırlar. Göydəkilər köməkçidirlər. Həm bu yerdə olanlar ki var, oyanışlılardır, o ucalıqdadırlar və o ucalığı fəth etmişlər ki var, ali varlıqlardır, mələklərdir. Onlar da köməkçidirlər. Demək, haqq sevərlər, başqalarına müəyyən qədər yaxşı təsir göstərirlər, cəlb eləyirlər, istiqamətləndirirlər. Göydəkilər də xidmətdədirlər. Göy deyəndə ucalığı başa düşmək lazımdır. Mən bu yaxında bir başlığa rast gəldim. Qulaq asmadım, bilmirəm niyə qulaq asmadım.
Gördüm düz söz deyir. Deyir ki, səma yoxdur, göy yoxdur deyir. O doğru deyir, düzgün deyir. Biz elə başa düşürük, elə qəbul edirik ki, səma var, yer var. Alilər göydədirlər, Allahımız göydə taxtda oturub. Bütün bunlar hamısı insan şuuruna uyğun olan bir düşüncə tərzidir. Düşüncəyə görə qəbul etmədir. Bilmirəm, qane oldum deyə onun bir kəlməsinə o yazıda yazılmışdı ki, yəni ki, siz gördüyünüz kimi, yəni ki, göy, yer fərqli deyil, hamısı ümumidir, doğru deyir, düzgün deyir. Belə oyanışlılar vardır. İnşallah onların hamısını istiqamətləndirəcəklər bir mərkəzə. Hələ onun vaxtı zamanı yetməyib. Bu mənada ki, harasa getmək istəyirsən, tanıyırsan da, bilirsən. İlkin addımını başlayırsan və birdən-birə orada olmursan axı. O addımların sayı artdıqca sən ona yaxınlaşırsan. İndi də oyanışlılar, Allaha üz tutanlar, onlar yoldadırlar. Və nəhayətdə gəlib çatacaqlar lazımı məkana. Biraz həqiqətdən oxuyum. Növbəti beyt belədir. Onların hər biri can yoldaşımdır. Dostum, qardaşımdır, həm sirdaşımdır. Yəni, haqsevərlər. Can birik hamımız. Allahımız bizləri yaratmış, bəxş etmiş. Allahın varlığından ayrılmışlarıq. Nur zərrəciyi olaraq. Haqsevərlər isə həm can yoldaşımdır, həm dostumdur, həm qardaşımdır, həm də sirdaşımdır. Haqdan uzaq düşənlər də can yoldaşım olsa belə, dostum, qardaşım deyil, sirdaşım deyil. Doğmadan doğmadır haqsevər mənə. Sınaqdan çıxıblar çün dönə-dönə. Etibar görmüşəm haqsevərlərdən. Haqqa fəda olan fədailərdən. Şəxsimə olsaydı bu münasibət, doğmalıq o həddə olmazdı əlbət. Bir də deyirəm, şəxsimə olsaydı bu münasibət, bir şəxs olaraq mənə bu cür münasibətdə olsaydılar, doğmalıq da o həddə olmazdı, indiki həddində olmazdı. Bizi doğma edən Allah eşqidir. Doğmalıq özü də Allah işidir. Doğmalıq Allahın istəyidir məhz. Doğmalıq olmasa haqq işi getməz. Nə ki ayrılıq var, ögeylik salıb. Bunun üçün insanlar bu günə qalıb. Əgər birlik olsa Allah eşqi ilə, bir kimsə üzləşməz qiyamət ilə. Siz diqqətli olun incəliklərə, mütləq yiyələnin bu biliklərə. Həyat bilgisi ilə xoşbəxt olarsınız. Uca yaradandan nur qazanarsınız. Açıram həyatın mahiyyətini ki, anlayasınız məziyyətini. Bunlarsız xoş yaşam bərqərar olmaz. Yamanlıq artar ki, heç də azalmaz. Yanlışdan yamanlar törənib hədsiz. Məsulam, yalanlar demərəm hər giz. Nəticə çıxarın söylədiyimdən. Əsla söz açmaram bilmədiyimdən. Növbəti beyt.
Son gəlir, kainat sıxılmaqdadır. Görünməz məkanlar dağılmaqdadır. Özüm buradayam, özüm buradayam, xəyalım göydə. Gördüyüm ifadə olunur sözdə. Məntiqi olmasa demərəm bir söz. Söz yüküm çoxalıb, ay ürəyim döz. Yükü yiyəsinə çatdırmalıyam. Xidmətə diqqəti artırmalıyam. Söz yükümü sizlərə çatdırıram. Bu qədər yükə hər adam dözə bilməz və belə də olubdur. O bir enerjidir. İlahidən bəxş olunandır. Çox insanlar özünü itirib, sözünü itirib. Hətta bizim düşüncəmizlə dəli həddinə düşüb və yolda yarımçıq qalıb, davam etdirə bilməyib. Şəxsən şahidiyəm. Əks halda zəhmətim hədərə gedər. Nə əldə etmişəm, hamısı itər. Böyük əhəmiyyət kəsb edir bu iş. Mütləqdir nəticə, olunsun təftiş. Yoxlanış olsun. Dönüb geriyə baxıram. İndiki gedişata diqqət yetirirəm ki, nə əldə etmişəm mən? Bu fəaliyyətimlə bir nəticə hasil olubmu? Müəyyən qədər sevindirici halı da var, kədərləndirici tərəfi də vardır. Sənə inanan, səni tanıyan, səni sevən insanlar var ki, yenə də laqeyd deməzdim, qeyri-fəaldılar və yaxud da gedişatın təsiri altındadılar. Burada bir məna olmalıdır. Bir fədakar kimi, fədai kimi qılınca çatmaq, bu mənadakı heç nədən çəkinmədən, qorxmadan, usanmadan, o Məlik Məmməd kimi yanmaqdan qorxmadan irəliyə doğru addımlamaq lazımdır. Bir üzlü olaraq, bir əqidə ilə, məslək ilə, amal ilə haqq yolunu tutub o yolla davam etmək. Dönməzlik insanı ucaldacaq, düz fikrinin əsası ilə. Çoxları yanlış fikrinin təsiri altında haqdan uzaq düşür. Amma elə zənn edir ki, o haqdadır, o düz yoldadır. Yanlışlığı başa düşə bilmir. Yanlışlığı başa düşmək də çətindir. Mən isə bu kimi söhbətləri edirəm ki, yanlışlıqla doğru olanı fərqləndirə biləsiniz, seçim edəsiniz. Doğru və düzgün. Bu mənim özümə də aiddir. Mən özüm də çalışıram ki, özümə ruhi halla kənardan duran baxam, görüm hansı sözüm, hansı hərəkətim qanuna uyğundur və yaxud da ki, qanundan sapır. Çətindir, amma şərəflidir. Ancaq bir istiqamət götürmək lazımdır. O Məlik Məmməd nağılı çox fəlsəfidir. Orada çox şeyləri danışmaq olar və əsasən də onu deyirəm. Haqq yolu o Məlik Məmmədin quyuya enməsi idi ki, deyir ki, mən nə qədər yandım desəm, məni çəkməyin. Və yandım deyə çığırır, amma yoluna davam edir. Onu kəndirlə o dərin quyuya salırlar, nəhayəti aydınlığa çıxır. İndi bizim yolumuz da ona bənzəyir. Kör-körənə addım atmayaq gərək. Gərəkdir hər işi diqqətlə görək. Bax, mənim yaxınımdır da, çox yaxınımdır. Canı bir, qanı bir evladımızdır da, hansı ki, deyərdim belə deyək də, müəyyən bir təriqətlə din yolundadır. Cavan, cüssəli oğlandır, ağıllı başlı, ancaq yanlışdadır.
Deyərdim ki, şeytanın quyruğundan tutub gedir qabağa doğru. Hansı ki, bir vaxt mənim yanıma gəlirdi, məlumatlı idi. Mən ona təklif etdim ki, bu çıxışlara qulaq as. Heç əhəmiyyət də vermədi. Heç o barədə bir söz də demədi. Mən də ona heç nə demədim ki, nə var, nə yox. O yoldan o dönməzdi. Mən də bu yoldan dönməzəm. O şər şeytan yolunu seçib, açıq-aşkar. Amma onu mələk də onun da görür. Elə hesab edir ki, o Allah yolundadır. Xülyalarla uyublar ki, bunlar bu yolla gedib cənnətə çatacaqlar. Mən isə ibarələrdə dedim də ki, cənnətdən, cəhənnəmdən qaç, yolun cənnətə düşəcək. O tərəfə, cənnətə doğru gedəcəksən. Nəhayəti cənnətdir. Əgər elə düşünürsənsə. Necə başa salasan, necə deyəsən? Nə olsun ki, məni çox istəyir, mənə hörmətlidir, tabeliyimdə durur, amma yanlış yolu seçib axı. Nə də atası, anası o dərəcədə deyirlər ki, ona başa salsınlar, desinlər. Desə də əhəmiyyəti yoxdur. Bir halda ki, məni yaxşı tanıyır, bilir, mənə əhəmiyyət vermirsə, onu döndərmək o yoldan çox çətindir. Mən də bunu bildiyimə görə əhəmiyyət vermirəm artıq. Bir yoxlanış etdim ki, bunun əqidəsi nədir və nəyə xidmət edir bu, kimlərin ardınca gedir və salam. Öz hesabımı götürdüm, bildim ki, onu o yoldan döndərmək çox müşkül məsələdir. Və deyərdim, bu yolda milyonlarla insanlar var, gedirlər. Mən bir dəfə bir yuxu gördüm. İndi bilirsiniz ki, mən yuxunu gerçəklik kimi də qəbul edirəm, bu belə də vardır. Gördüm, kütlə gəlir, mən böyüklü, kiçikli, yəni az yaşlı uşaqlar da vardı, oğlanlı, qızlı, kişili, qadınlı. Bunlar çox hündür olmayan bir yerdən enişə doğru, təpədən, elə bil ki, təpədir, orada müəyyən yüksəklikdən aşağıya doğru, cığıra doğru düşməlidirlər, amma mən düşürdürəm onları. Bir-bir əllərindən tutub, endirirəm aşağı. Və o cığırla da gedirlər. Və yuxuda da, yuxu deyirəm ki, başa düşülsün. Yuxuda da mənə səslə aşıladılar ki, onlar cəhənnəmə gedirlər. Cəhənnəm deyəndə mən onun əleyhinəyəm ki, məxsusi olaraq Allahımız cəhənnəm yaratmayıb. Elə hal-hazırda o cəhənnəmdə ömr edənlər var axı, özünüz görürsünüz də, bilirsiniz. Elə bir həyat tərzi ilə üzləşəcəklər. Müsibət görəcəklər. Göstərirdilər də, indi hələ Ukraynadan demirəm, Əfqanistandan demirəm, Qəzzada nə kimi hala düşdülər və yaxud da ki, Suriyanı nə hala saldılar, bombalar altında nə qədər insan zülm, zillət çəkdi və yaxud da qaçanlar qaçdı, qalanlar qaldı. Onların da içərisində o ölümü belə qəbul edənlər var ki, biz cənnətə düşəcəyik. Sən nə bilirsən ki, öləcəksən, cənnətə düşəcəksən. Axı ölməyib, zülmə düşənlər az deyil. Şikəst olaraq, kimsəsiz qalaraq. Mən həyatda elə hallarla üzləşmişəm və özüm üçün də bir nəticə çıxarmışam. Mən özüm şahidi olmuşam. Murdarlıq içində çabalayan insanı xilas etmişəm mən. Getmişəm, görmüşəm ki, yəni murdarlıq içərisindədir. Bax, o onun üçün bir cəhənnəm əzabı idi. Demək, kör-körənə addım atmayaq gərək sizə, mənə aiddir bu. Gərəkdir hər işi diqqətlə görək. İllərdir haqq işdə yoğruluruq biz. Artır ki, azalmır heç də təbimiz. Əzimkar olmasaq gər, dözüm azalar. Cömərtlər dönməzdir,
deyib atalar. Mətindir, dönməzdir hər bir haqq sevər. Nə yolundan dönər, nə haqdan keçər. Bu fədailərlə qürur duyuram. Xoş duyğular ilə dərd unuduram. Qayğım haqq işidir ki, zəfər çalsın. Haqlılar şadlansın, şər dərdə qalsın. Xoş olar şərlər də islah olunsa, saflaşıb, paklaşıb, haqda bulunsa. Nurlu Allahımız bu istəkdədir. Şərlər isə haqqa əks getməkdədir. Qiyamət, axirət doğrudur, doğru. Alıb istiqaməti mərkəzə doğru. Səbəbsiz baş vermir bu kimi hallar. Ağıllı insanlar fikri düz anlar. Qiyamət, axirət təkrarlanır məhz. Dövrü təkrarlıqdır, nadan dərk etməz. Öyrənin, sizlər üçün dərs keçirəm mən. Mən də dərs almışam uca Rəbbimdən. Yalana yer yoxdur haqq kəlamında. Gərək sərraf olsun fərd anlamında. Bizlər üçün bəxş edib haqq kəlamını ki, hər kəs əxz etsin haqq məramını. Anlayan özünü doğruldacaqdır. Qanmayan şeytana qul olacaqdır. Düzlənin, yaşayın, azad, firavan. Axı siz insansız, deyilsiz heyvan. Verilən ağılın qədrini bilin. Sorğusu olacaq hər bir əməlin. Yetər elədiniz başı soyuqluq. Yetər şər şeytana göstərdiniz qulluq. Kainat sıxılır yaman hallardan. Haramdan, yamandan, dərd bəlalardan. Sıxılıb, sıxılıb bir heç olacaq kainat. Həyatdan bir cövhər qalacaq ancaq. O haqdır. Yenidən nur saçacaqdır. Təkrar nurlu aləm açılacaqdır. İnşallah. Burada bu söhbəti tamamlayıram. Keçək Qəyyumnamədən davamını oxuyum. Demək, sonuncu cümləni oxuyuram ardıcıllıq üçün. Mənəviyyatı olmayanlar nurdan məhrum olar, səadətə çatmaz. Həyatın sonu yox, axarı vardır. Nursuz olan üçün müthiş axardır. Yəni qorxulu, dəhşətli axardır. Hər bir nəticə yeni bir olacağın səbəbinə çevrilir. Bu baxımdan ölüm də növbəti həyatda yaşamın başlanğıcına səbəbdir. Aləmin sirlərindən məlumatsız olanlar bu həqiqətə inanmır. Biz nə düşünürüksə düşünək, həyat öz axarında davamiyyətlidir. Nurdan məhrum olanlar nə qədər sərvət toplasalar da, bir gün miskin, rəzil bir vəziyyətə düşəcəklər. Əgər qəflət yuxusundan oyanıb, ibtidasına, əsl insanlığına qayıtmasalar. Yolumuz qıl körpüyə bənzəyir. Bax, bu getdiyimiz yol ki var, o qıl körpüyə bənzəyir. Şərə uyub büdrəsək, bəlalara düçar ola bilərik. Gəlin ehtiyatı əldən verməyək. Bu sonsuz həyatın çoxdur əmması. Haqdan uzaqlaşma,
Budur əsası. Həyatımız adi yaşam təsiri bağışlasa da, mürəkkəb və keşməkeşlidir. Qəlizliyi yaradan həyat sınaqları və bədxisletlilərin əməlləridir. Mətin və ayıq-sayıq olmalıyıq. Həyat sınaqlarına çalış, sinə gər. Sınaq səni yenər, çəkinsən əgər. Əgər həyat sınaqlarından çəkinsək, o bizi yenəcək, acizləşəcək. Yox, ona qarşı gedib sinə gərsək, yəni o sınaqlara dözüb addımlasaq, o bizim üçün zəifləyəcəkdir. Biz mətin olacağıq. Əslində atdığımız hər bir addım həyat sınağıdır. Bu sınaqlarla puxtələşirik və nəyə qadir olduğumuz aşkarlanır. Bizə elə gəlir ki, doğulub göz açan hər bir canlı varlıq bir ömür yaşayıb öləcək və bir daha həyata qayıtmayacaqdır. Həyat bilgimə və müşahidələrimə görə 99% adam elə zənn edir ki, doğulmamışdan əvvəl heç nədən necə xəbərsiz idisə, eləcə də öləndən sonra həyata birdəfəlik göz yumaraq itib batacaqdır. Bu kimi yanlış düşüncəli, dünya sirlərindən xəbərsizlər arzu və istəklərinə tam çatmadığı üçün təəssüflənir, nəyin bahasına olur olsun məqsədlərinə yetmək cəhdi ilə bir çox səhvlərə, günahlara yol verirlər. Xoşbəxt yaşamaq üçün sağlam zəkaya, vicdana, mənəvi dəyərlərə və imana sahib olmaq lazımdır. Bunun üçün insan özünə diqqətlə, özünə tələbkarlıqla çalışmalıdır. Vacibdir ki, həyat anlayışı genişlənsin. Bacardıqca çox mütaliə etmək gərəkdir. Bilmədiyini biləndən soruşmaq eyib deyil. Eşitdiklərimizə inanmamaq haqqımız var. Lakin hər vaxt şübhəyə yer vermək olmaz. O inamsızlığa meydan açır. İnamsızlıqla insan uğursuzluğa düçar ola bilər. Hər bir sözü, söhbəti ağız süzgəcindən keçirərək əxlaqi və məntiqi olana önəm verməliyik. Allah kəlamlarından, atalar sözlərindən qədərincə faydalanmalıyıq. Atalar məsəli süzgəcdən keçib. Əks edən dərk edib, haqq yolu seçib. Yeri gəlmişkən bir atalar məsəlinə diqqət yetirib. Bir atalar məsəlinə diqqət yetirək. Deyiblər ki, zər qədrini zərgər bilər. Demək, Şah Harun Ər-Rəşidin qardaşı Bəhlul Danəndə söz sərrafı olub, şahın qardaşı olub. O, şagirdlərinə deyirmiş ki, sizə söylədiyim kəlamların qədrini bilin. Vaxt gələr, karınıza çatar. Bu kəlamlar çox dəyərlidir. Quran-ı Kərimdə də vardır ki, Quranı ucuz tutmayın. Amma bunu səhv başa düşən bir molla, o işin şahidi olan mənə söylədi. Deyir, gördüm ki, ev yiyəsi ilə mübahisə edir. Nəsə yaxınlaşdım ki, niyə mübahisə edirsiniz? Deyir, məndən bu qədər pul istəyir. Mən də deyir, ona dedim ki, heç olmasa biraz insaflı elə də, biraz güzəştə get. Niyə belə artıq qiymət deyirsən? Molla deyir, qayıtdı dedi ki, bu Quranda da vardır ki, Quranı ucuz satmayın. Yəni ki, bu mənim oxuduğum kəlamların, Quranın qiymətidir ki, mən bu qədər artıq alıram. Amma Quran-ı Kərim deyir ki, yəni siz bu dəyərli fikirlərə qiymət verin, önəm verin. Belə səhv başa düşənlər hal-hazırki yanlışlıqları törədənlərdir ki, bəli, onlar cənnət xülyası ilə yaşayırlar. Hörmətli imamımız İmam Əli əleyhissalam deyir ki, əgər mən cənnət xülyası ilə yaşasam, Allahım, mənə o cənnəti qismət eləmə. Əgər cəhənnəm qorxusu ilə yaşayıramsa, məni odlarda yandır. Ağıllı adamlar belə başa düşür, belə qiymətləndirir. Ağlı məhdud olanlar isə
Belə yanlış fikir söyləyirlər. İndi Bəhlul Danəndə də şagirdlərinə deyir ki, yəni ki, bu kəlamlar çox dəyərlidir. Onu qiymətli tutun. Demək, bir gün şagirdlərindən biri hamama gedir. Hamamçı pul istəyəndə şagird deyir ki, pulum yoxdur. Əvəzində gəl sənə çox dəyərli bir neçə kəlam söyləyim. Hamamçı qayıdır ki, mən o kəlamlardan da yaxşısını bilirəm. Sən mənim bir abbasımı, o vaxtı 20 qəpik bir abbası adlanırdı, Abbasi. Yəni 20 qəpik ver, keçsin. Oğlan təəssüflənərək inci halda gəlir Bəhlul Danəndənin yanına. Deyir, ustad, bəs sən deyirdin bu kəlamlar çox qiymətlidir. Hamamçı məni heç eşitmək belə istəmədi. Pulunu tələb elədi. Bəhlul Danəndə çıxarıb oğlana qızıldan fərqli rəngdə. İndi o dişlər ki var, koronkalarda titan adlanırdı. Yəni üzünə titan çəkilir də o müəyyən üsulla. Sonra deyəsən, qoy görüm, sirkon deyilir. Qızıla çalan rəngdə. Amma qızıl kimi deyil. Ona oxşuyur. Və necə deyim sizə, ağ qızıl da deyirlər. O da qiymətlidir, bahalıdır. Demək, elə bir üzük verir, ağ qızıldan olan. Deyir, al bu üzüyü, apar o qəssaba sat, qəssaba. Getsin, pulunu al, getsin. Oğlan üzüyü aparıb qəssaba göstərir. Üzük platindən, boz, ağ rəngli qızıldan olur. Qaşı da brilyant. Qəssab üzüyün o tərəf, bu tərəfinə baxır, geri qaytarır. Ağlı bir şey kəsmir də, deyir, bu nətər qızıldır, bu bozdur, bu nəsə fırıldaqdır. Nəsə, oğlan kör peşman qayıdır ustadının yanına. Bəhlul dayananda ərzaq dükanını işlədən baqqalı göstərib deyir ki, get ona sat. Oğlan gedib üzüyü baqqala göstərir, o da bəyənməyib geri qaytarır. Şagird lap dilxor olur. Bir keyf gəlir ustadının yanına. Bəhlul Danəndə bu dəfə zərgər dükanını göstərib deyir ki, apar üzüyü zərgərə sat. Oğlan ümidsiz halda gedir zərgər dükanına. Zərgər üzüyə diqqətlə baxıb deyir ki, abala, bu çox qiymətli üzükdür. Nəinki mənim, hətta buradakı satıcıların hamısının pulu çatmaz bu üzüyü almağa. Oğlan gəlib olan söhbəti ustadına danışır. Bəhlul Danəndə deyir, hə, bala, yadında saxla, zər qədrini zərgər bilər. İndi al bu bir abbasını, get hamama, hamamçıya ver, çin. Ey mənə diqqət kəsilənlər, bu oxuduqlarınızın qədir qiymətini bilin, eşitdiklərinizə qiymət verin. Kainat əvvəli sonu bilinməyən, heç bir ölçüyə gəlməyən bütün aləmdir və özü qədər də elmdir. Onun banisi uca Allahımızdır. Mən yaradana inam söhbətini səbəbsiz yerə demirəm. İnam, iman ifadəsi işlədəndə elə düşünməyin ki, sizi dindarlığa sövq edirəm. Bir çox insanlar dindarlığa və eləcə də dindarlara rəğbətli deyirlər. Hər bir kəs öz fikrində ixtiyar sahibidir. Mənim cəhdim budur ki, qaranlıq fikirlərə işıq salım. Sözlərimin qədir qiymətini ariflər, aqillər biləcək, şəksiz. İnşallah. Bu söhbətimiz də hələlik bu qədər. İndi isə ibarələrdən davamını deyim, qulaq asın. Altı yüz səksən ikinci ibarə. Burada qeyd edeyim ki, səhv salmayayım.
Burada deyilir ki, dəlinin yiyəsi ağlıdır. Ağıl hər kəsin yiyəsidir. Qeyrisi dəlini müəyyən zaman müddətində məhdudlaşdıra bilər. Ağıl öz təsirində qalır. Dəlini psixologiyası ilə ram etmək olar. Müəyyən qədər yanıldısan, başa salırsan, az bir müddətdə o səni başa düşər, sakitləşər eləyər, amma ağlı necə kəsirsə, o cürdə davranır. Onun xarakterini, psixologiyasını bilərək də ona uyğun şəkildə davranmaq lazımdır. 683. Allahsız Bismillah deməz. Allahsız Bismillah bilməz. Haqqın varlığını qəbul etməyən haqdan uzaq olar. Haqdan uzaq olandan insanlıq gözləmək nadanlıqdır. 684. Çöpçü çöplə öc olar. Niyə? Boğazda çöp qalanda fəsad verir. Çöpçü çöpü çıxarar. Eləcə də şər şərin dostu deyil. Paz pazla çıxdığı kimi, şər də şərin qənimidir. Necə ki, indi bir-birlərinin qənimidirlər. Atalar deyir, pazı pazla çıxardarlar. Pazı vurursan, onu əllə dartıb çıxartmaq olmur. Növbəti pazı vurursan, orada aralanma gedir, yumuşalır, onu da elə çıxardırsan. İndi uca Allahımız öz səbri, təmkini ilə işini gözəl bilir. Hansı ki, bu şərləşmişlər ki var, dünyaya meydan oxuyurlar, onlar özləri bir-birlərinə qənim kəsiləcəklər. Öz cəhənnəm aləmlərini yaradacaqlar və o aləmdə də ömürlərini davam etdirəcəklər. Başa düşənə qədər, islah olunana qədər. Atalar bir söz deyir, hamı deyir ki, bura mənimdir, ora mənimdir. Yer isə deyir ki, hamınız mənimsiniz. İndi dünyanı bölüşdürmək və yaxud da ki, o bölüşdürməklə də hesablaşmırlar. Dünya ağalığı iddiası ilə bax, bu fəsadları törədirlər. Onlar üçün insan adlanan bəşər övladları heç bir qarışqa qədər də qiymətli deyil. 685. Səhəng su üstündə bada getdi. Atalar deyir ki, su səhəngi suda sınar. Atalar deyir ki, su səhəngi suda sınar. Yəni, su götürərkən ehtiyatsızlıqdan səhəng daşa dəyib sına bilər. Bədxahlar da gec-tez bəd əməllərinin qurbanı olur. 686. Ağzın eybini yaşmaq örtər. Yamşaq da deyirlər, yaşmaq da deyirlər. Ağzın eybini yaşmaq örtər. Nə üçün? Yaşmaq cismani eyb örtə bilər. Ağız murdarlıqla açılırsa, yaşmağın xeyri yoxdur. İnsan özünə, sözünə nəzarətlə, məsuliyyətlə mədəniləşir. Mədəniyyəti olmayanın qüsuru həmişə çılpaq olur. 687. Fatiha tuman olmaz, uman çoxdursa. İnsanların hərisliyi, tamahının çoxluğu kasıblığa səbəb olub. İnsan olan kəs toxnəfs olar. Toxnəfslik bolluq yaradır. Bolluq olarsa, hər kəsin təminatı ödənər. 688. Bağdad adı eşitdi, könlündən xəlifəlik keçdi. Deyir, Bağdad adı eşitdi, könlündən xəlifəlik keçdi. Niyə? Çünki deyirlər, burada mənəm Bağdadda kör xəlifə. Yəni, müqayisə edir də özünü, insanlar bu sözü fikir işlədirlər.
Mənəm-mənəmlik edənlər qorxmasalar, nəinki xəlifəlik, hətta Allahlıq iddiasına düşərlər. Çoxları bu kimi iddialarla öz zülmlərini qazanıblar. 689. Hirslinin dili hirslinin dili hisli olar. Hirsli adamdan xoş söz eşitməzsən. Odur ki, əsəbləri cilovlayıb, səbr etmək hər adamın işi deyil. Səbr etməyi bacarmaq da böyüklük əlamətidir. 690-cı. Burun girməyən yerə baş soxan başsız qalar. İnsan hər bir hərəkətini 100 ölçüb bir biçməlidir. Adi bir səhv adama baha başa gələ bilər. Ağla güc verib düzgün nəticə çıxaran peşman olmaz. 691. İylənmişin burnu iy bilməz. Qüsurlu adam qüsurdan bixəbərdir ki, qüsura bulaşır. Lap başa düşsə belə, onun nə dərəcədə qəbahət olduğunu anlamaz. Hətta anlasa belə onu aradan götürməyə cəhd göstərməz. Çünki onun varlığı qüsurdan yoğrulub. 692-ci. İnsanı varı artırmır, namusu arı. Ar namus insan ağlının məhsuludur. O, onunla ömürgün yoldaşıdır. Nə qədərdirsə, o qədərdir. Var isə gəldi gedərdi. Getməsə də gedənlə getmir. Hər kəs bütün varını, dövlətini bu dünyada qoyub getməli olur. Bununla da bugünkü söhbətimiz sona yetdi. Məni dinləyən, şərh yazan, yazmayan hər bir kəsə təşəkkür edirəm. Var olasınız. Allah hər birinizdən razı olsun. Və inşallah mənə elə gəlir ki, fəallıq artacaqdır. Nə etməli? Kim nə edirsə, özü üçün edir. Sizinlə bahəm gözə görünməz, bizi nəzarətdə saxlayan, işlərimizə köməklik edən, gözəl fikirlər aşılayan ilahi varlıqlara Allah eşqi ilə təşəkkürümü ishar edirəm. Ana yurdumuza, ana torpağımıza, ana vətənimizə təşəkkürlüyəm, məhəbbətliyəm. Şükür edirəm Allahımızın varlığına. Minnətdaram Allahımıza əbədi olaraq və əbədiyyən də o uca varlığın, o ülviyyətin sevə-sevə səcdəsində və xidmətindəyəm. Hələlik bu qədər. Sağ olun, salamat qalın. Növbəti görüşümüzə, söhbətimizədək.